Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Buzovna yolunda. Yoldan 100 metr məsafədə Kisotda. Belə bir həyət evini çıxıb Allah hər kəsin mal və mülkünə bərəkət versin istədiyi mülkəyə sahib olsun inşallah. Kombilidir, kondisionerinə qədər var. Yəni qalacaq bunlar. Həyətdə sanuzelinə qədər də var. Maşın da həyətə rahatçılıqla daxil olur. Kommunallarına qədər var. Sənəd köhnə bələdiyyədir. Giriş hissəsində təqdim edirəm sizlərə. Yer olaraq da mükəmməl yerdədir. Həyətin işıqlandırması da var. Və giriş hissəsində təkrarən sizlərə təqdim edirəm. Sol hissədə sanuzeldir. Bu da giriş hissəsidir. Belə çox tərifləməyəcəm, keçəcəm evin içərisinin təqdimatını. Çünki mükəmməl yerdir və evin içərisi də səliqəlidir. Tam yola bir yaxın ərazidə və marşruta yaxındır. Və keçirik evin içərisinin təqdimatına inşallah. Qiymət 80 mindən 75 minə enib. Reallıq olarsa inşallah yenə də endirim olunacaq. Və evin içərisində keçirik. Burada belə bizi bir giriş qarşılayır. Üzbə-üzdə 2 otaq, sağda 1 otaq, solda sanuzel, burada isə mətbəxdir. Otaqdan başlayaq. Soldakı otağı təqdim edim sizlərə. Belə bir səliqəli bir otaqları var. Qeyd etdiyimiz kimi kombisinə qədər var, radiatorlarına qədər var, yəni qalır. Və keçirik digər otaqların təqdimatına. İkinci otağımızı təqdim edirik sizlərə. Bu da ikinci otağımızdır. Bunu da təqdim edirik sizlərə. Bu isə üçüncü otağımızdır. Üçüncü otağımızda təqdim edirik sizlərə. Bura isə mətbəxidir. Mətbəx mebeli içində qalacaq, yəni götürülmür. Kondisioner var, o da qalacaq. Sizlərə sanuzellə tam hazır bir vəziyyətdə. Radiator nə qədər qoyulur. Qeyd etdiyimiz kimi dəyərli izləyicilərimiz. Məşdağadadır, yola yaxın bir ərazidədir. Yoldan 100 metr məsafədədir. 3 otaq, bir mətbəx ki sanuzeldən ibarətdir. Qiymət 75 min enib 80 min manatdan sənəd bələdiyyə və kommunallarına qədər var. Səhifəmiz izlədiyi üçün səyyar əməkdaşlar və rəhbərlik adına sizlərə dərin təşəkkürümüzü bildiririk.